Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaş tərəfindən döyülüb. Xəbər verilir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Arvadı tərəfindən döyülən 1973-cü il təvəllüdlü Seymur Kərimoğlu Kərimov Sabunçu tibb mərkəzinə aparılıb. Faktla bağlı Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində araşdırma aparılır. Xəsarət alan şəxsin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölümləri İdarəetmə Birliyindən təbibdən bildirilib ki, aprelin 29-da saat 22:30-da 1973-cü il təvəllüdlü şəxs kişi cinsli Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub. 73-cü il təvəllüdlü şəxsə baş beyin silkələnməsi, qarın divarının əzilməsi, diz oynağının əzilməsi, biləyin səthi travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Zəruri tibbi yardımlar göstərilən pasiyentin vəziyyəti stabil olub və öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb deyə məlumatda bildirilib.